Deyir ki, 2m kök altında 200 bərabər 4 olarsa bizdən bunu istəyir. Müəllimlər, gəlin belə eləyək. Hər tərəfi kök x-ə bölək. X-in yerində kök x və kök x durub. Çıxar 2m kök x bərabər 4. Mən bunu kök x-ə böləndə qaldı kök x minus 2m bərabərdir 4 böl kök x. Gəlin keçək bir tərəfə. Kök altı x minus 4 böl kök x bərabərdir 2m. Tamam mı? Gəlin qaldıraq kvadrata. X minus 8 plus 16 böl 2 bərabərdir 4m kvadratına. Çox gözəl. Gəlin buradan da nə edək? Bunu görürük də. Buradan 4də 1-i çıxardaq mötərizə xaricinə. Qara ilə yazılmış görəsiniz. Da belə yaza bilərikmi? 4də 1-i çıxarsam nə qalar? X plus 16 bölək 2. Baxın, bunu görürsünüzmü? Yəni bunu götürək yataq sağ tərəfə. Olsun belə. Bunu da görürük də, eyni şeydir. Onda nə olacaq? 4də 1 vuraq, 4m kvadrat plus 8. M kvadrat plus 2 cavabı eləyər Y variantı. Çox asan. Amma imtahan tipli sualdır. 100% düşər.